Azərbaycanda xanlıqların yaranması prosesində Azərbaycan tarixi üçün çox əhəmiyyətli hadisələr onun şimal-şərq torpaqlarında cəryan eləyirdi. Bu tarixi Şirvan torpaqları idi. Və burada Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığı, Şəki xanlığı, Şirvan xanlığı tarixi Şirvanşahlar dövlətinin ərazisində yaranmışdı. Və Rusiya işğalı prosesində bu xanlıqlar Rusiya üçün çox mühüm hərbi strateji əhəmiyyət kəsb eləyirdi. İşğal mərhələsində hərbi strateji məqsəd öndə olduğu üçün bu mühüm əhəmiyyətə malik idi. Amma biz qeyd eləməliyik ki, həm də bu torpaqlar böyük iqtisadi potensiala malik idi. Ona görə də bu torpaqların tutulması iqtisadi cəhətdən də Rusiyanın xərclərinin ödənilməsində çox böyük rol oynamalı idi. Bu da qədim Şirvanşahlar, bu da qədim Şirvanşahlar tikililəri. Və bu, həmin illərdə, bəhs etdiyimiz illərdə 3-cü Mənüçöhrən dövründə tikilməyinə baxmayaraq, bu abidələr, bu memarlıq nümunələri bəhs etdiyimiz illərdə tamamilə yaddan çıxan bir abidə idi və bu, həmin dövrdə, xanlıqlar dövründə xarabalıq şəklində qalan bir abidə idi, yəni bir kompleks idi, yəni bir istifadəsiz, baxımsız qalan bir tikili idi. Və bəhs etdiyimiz illər isə 1792-ci ildə artıq Bakı xanlığının taxtında Hüseyn Qulu xan oturmuşdu. Hüseyn Qulu xan özündən əvvəlki Mirzə Məhəmməddən fərqli olaraq Bakı xanlığının və həmçinin Azərbaycan xanlığının taleyində çox önəmli rol oynadı. Bu, həmin illər idi ki, həmin illərdə bir tərəfdən İran, bir tərəfdən Rusiya Bakını işğal eləməyə cəhd göstərirdilər və ümumiyyətlə zaman həddi qoyulmadan zaman istər daxili digər xanlıqlar tərəfindən, istərsə də xarici qüvvələr, digər dövlətlər tərəfindən Bakı xanlığı, Bakı ərazisi həmişə işğal edilməyə həvəsli və məqsədli olan bir ölkə, məmləkət və bir zona idi. Bu da ona görədir ki, bu Bakı xanlığının iqtisadi, strateji baxımdan bir böyük əhəmiyyət kəsb edən bir zona idi və burada daim müdafiə olunan müdafiə qalaları tikilirdi və daim müdafiə ehtiyacı olan bir yer idi. Daim hədəfdə olan bir ərazi idi. Amma 1793-cü ildə Yekaterinanın əmrindən sonra Bakı Rusiyanın himayəsinə keçir Bakı xanlığı və 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın Azərbaycana yürüşündən sonra isə vəziyyət tamam dəyişir. Bakı xanlığının ərazisi Abşeron yarımadasında yerləşir, Quba, Şamaxı, Salyan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Bakı şəhəri, xanları 1-ci Mirzə Məhəmməd 1747-1768-ci il, Məlik Məhəmməd 1768 və 84-cü il, 2-ci Mirzə Məhəmməd 1784-91-ci il, Məhəmməd Qulu xan 1792-ci il, Hüseyn Qulu xan isə 1792-1806-cı illər. Zaman-zaman Hüseyn Qulu xanın gah Ağa Məhəmməd Şah Qacara, yəni ki, İrana, gah da Rusiyaya meyillənməyi çox maraqlı bir vəziyyət yaratmışdı. Ümumiyyətlə, Bakı xanlığının taleyində Hüseyn Qulu xan qeyd etdiyim kimi çox önəmli bir rol oynadı, həm də çox maraqlı bir rol oynadı. Deməli, 1796-cı ildə Rusiya Azərbaycana yenidən qoşun göndərdi və Ağa Məhəmməd Şah Qacardan imtina etmiş, məcbur olan təbii ki, Hüseyn Qulu xan yenidən Rusiya himayəsini qəbul etməyə razılıq verdi. Və 1-ci Pavel tərəfindən Rus qoşunları geri çağırıldıqdan sonra vəziyyət yenə dəyişdi və Hüseyn Qulu xan yenə Ağa Məhəmməd Şah Qacara meyl elədi. Amma Ağa Məhəmməd Şah Qacarın vəfatından sonra isə Bakı xanlığı nisbətən sərbəstləşdi, müstəqilləşdi, amma bu da uzun çəkmədi. 1803-cü ildə Rusiya qoşunları yenidən Bakıya, yəni Azərbaycana gəldi və Bakını tutdu və daha doğrusu Bakıya Rusiya himayəsini, Bakı xanlığı qəbul etdi ikinci dəfə Rusiya himayəsini və 1804-cü ildə Hüseyn Qulu xan yenidən fikrini dəyişdi. Yenidən bu fikirdən imtina elədi, Rusiya himayəsindən imtina elədi. Artıq məsələ tamam dəyişmişdi və məsələyə artıq Sisyanov qarışmağa başladı. Sisyanov iri, inamlı addımlarla Azərbaycan boyunca gedirdi. Onu saxlayan qüvvə yox idi. Qəhrəman Cavad xanın şəhidliyi, İbrahimin inamı və faciəsi, Çar Rusiyasının sadiq əskəri üçün bu bir heç idi. O bu yerləri istər Qarabağ, istər Gəncə, istər Bakını yandırıb yaxmaq, diz üstə qoymaq istəyirdi və bu yolda o hər şeydən, özündən də keçirdi. O bir döyüş, qan Allahı kimi kəllələr və qan üzərində gəzirdi. Sisyanov qəhrəman əskəri yox, güclü ordusu olan cəllad idi. İllah da ki, müsəlmanlara, türklərə qarşı xüsusi qəddarlığı ilə seçilirdi. Qarşıda Bakı fəthi dururdu. Yəqin ki, Sisyanov Bakını atəşə yaxandan sonra öz missiyasını nisbətən bitmiş hesab edəcəkdi. Ancaq o elə bilirdi ki, bunları da görəcək və həyat da elə belə onu bax bu cür sevindirəcəkdi.
Çar 1-ci Aleksandrın hakimiyyəti dövründə artıq 1801-ci il sentyabrın 12-sində Şərqi Gürcüstanın, yəni Kartli Kaxet Çarlığının Rusiyaya birləşdirilməsi haqqında fərman verilir. Ondan sonra artıq Şərqi Gürcüstandan işğalından sonra Azərbaycan torpaqları uğrunda mübarizə başlayır. 1803-cü ildə Carbalakən Gəncə xanlığı sonra işğal olunur. Sonra Qarabağ xanlığı və Şəki xanlığı ilə Kürəkçalda müqavilələr imzalanır. Şamaxı xanlığı, Şirvan xanlığı ilə də 1805-ci il dekabrın 27-sində müqavilə imzalanır. Bundan sonra artıq Rus qoşunları Bakıya yaxınlaşır və Bakının işğalı üçün mübarizə başlayır. Valerian Zubov yazırdı. İkinci Yekaterinanın və birinci Pyotrun uğursuz cəhdlərini çox güman ki, Sisyanov həyata keçirəcək, özü də çox müvəffəqiyyətlə həyata keçirəcək. Bu doğrudan da çox düşünülmüş, daşınılmış bir seçim idi. Yəni Sisyanovun bu məqsədə, bu missiyaya seçilməyi, məqsədə seçilməyi çox düşünülmüş bir taktika idi. Və burada Sisyanovun ona görə yox ki, tutaq ki, Çar Rusiyasının çox sadiq bir sərkərdəsi idi, əskəri idi. Ona görə yox ki, o Çar Rusiyasının məqsədi və amalı yolunda canından keçirdi. Bəlkə bunlar doğrudan da var idi, amma burada əsas məqsəd bir ayrı idi. Sisyanovun Aziyatlara xüsusi olan nifrəti, Asiyalılara hansısa dərsi vermək, illah da ki, Azərbaycan xanlarına mütləq şəkildə onların məhz aziyat olduğunu başa salmaq, onlara xüsusi ikrahı bir daha bu aparılan, yəni onun apardığı bu işğal siyasətində, onun bu təbəcilik siyasətində bəlkə də sülh məramlı adlanacaq və hər dəfə böyük imperatorun lütfündən danışan Sisyanov əslində bu nifrətinin ikrahını gizlədə bilmirdi və o doğrudan da bu missiya üçün çox gözəl seçilmişdi dırnaq içində desək, çünki Azərbaycan xanlarına qarşı olan nifrəti hər bir Azərbaycan xanlığının təbəçiliyində, işğalında bu özünü çox möhkəm göstərirdi. Və onun hətta əskərlərə dediyi, yəni əmirlərindən belə onun Azərbaycanlılara, Azərbaycana, Bakıya, yəni illah da ki, Bakı xanlığına qarşı olan münasibətini göstərirdi və burada əsas faktor Xəzər dənizi və Qara dənizin arasında olan məsafəni, ərazini əldə etmək cəhdi böyük şərt idi. Bu da Çar Rusiyasının böyük məqsədi idi. Burada tək iqtisadi, siyasi, strateji baxımdan deyildi, hərbi baxımdan da var idi. Hərbi baxımdan da əvvəl Sisyanov bu dəniz, yəni Qara dəniz və Xəzər dənizi faktorunu öndə götürürdü və bütün bu vasitələr şərt idi. Yenə dediyim kimi, Sisyanovun məhz bu ərazidə yaşayan insanlara, bu ərazidə yaşayan xanların təkəbbürünə qarşı onlara mütləq ikinci bir kartı, onlara məğlub olmaq kartını qarşıya qoymalı idi. O əskərlərinə belə də deyirdi. Toplar Bakıda elə yerlərə, elə qüllələrə, elə nöqtələrdə yerləşdirilməlidir ki, şəhər əhalisi həmişə qorxu içində olsun. Və əgər hər hansı bir müqavimətlə rastlaşsaz, yəni öz əskərlərinə deyirdi, onda toplardan atəşlər elə açılmalıdır ki, şəhərin ən müqəddəs yerlərində xarabalıqlar qalsın, şəhərin yerində ümumiyyətlə kül qalsın. Yəqin ki, bu əmr ancaq elə bax, bu əmr Sisyanovun məhz bu millətə, məhz bu xalqa, bu insanlara qarşı olan münasibətini çox gözəl bir rozə verir. Sisyanov ümumiyyətlə bu Azərbaycan xanlıqlarına qarşı ikrahla, qəzəblə, nifrətlə doğrulmuş bir adam idi və bu da ona sonradan çox baha başa oturacaq. Sisyanovun 1-ci Aleksandra göndərdiyi raportunda qeyd edirdi ki, bu ilin kampaniyasında İranlılar tərəfindən vurulmuş 1 milyon manat zərərin ödənilməsi üçün Xəzər donanmasının Əncəli və Rəşt şəhərlərinə göndərilməsi lazım gəlir. Və 1805-ci ildə Rus donanması general-mayor Zavalişinin başçılığı altında Pirbazara, Rəştə 800 nəfərdən ibarət desant çıxarır. Desant uğursuz olur. İran qoşunlarının üstün qüvvələri qarşısında Zavalişin geri çəkilib Bakıya qayıdır. Bakını təslim etmək qəsdi ilə Sisyanov general-mayor Zavalişini əvvəlcə Bakıya göndərdi və general-mayor Zavalişini də o şərtlərini də göndərmişdi. Məktubunda elə belə də yazırdı. Mən sizə qalanı təslim etmək şərtlərini göndərirəm və istərdim ki, siz bu qalanı bu şərtlərlə bizə təslim edəsiniz. Yox, əgər qalanı bizə bu şərtlərlə təslim eləməsiniz, yəni ümumiyyətlə təslim olmasaz, sizə söz verirəm ki, Gəncənin aqibəti Bakını da gözləyir. Yəni Gəncəni yandırıb yaxdığım kimi Bakını da yandırıb yaxacağam. Güman eləməyin ki, bu sözlərlə mən sizi qorxudub təhdid edirəm. Yox, yəqin ki, bu 3 il müddətində mənim artıq dediyim sözlərə xilaf çıxmadığımı görmüsünüz. Hər dediyim sözün arxasında dayandığımın şahidi olmusunuz. Ona görə sizə bir daha məsləhət görürəm ki, qalanı təslim edəsiniz bizə. Yəni bu şərtlərlə əməl edəsiniz. Əgər əməl etməsəz, Bakıda daşı daş üstə qoymayacağam. Və mən köhnə tanışlığı qiymətləndirən adamam və bu köhnə tanışlığa görə sizə bir də məcbur eləyirəm, vadar eləyirəm ki, bir də düşünəsiniz və Gəncəli Cavadxanın aqibətindən qorxub çəkinəsiniz və bu tanışlığa görə mən sizi yenidən xəbərdar eləməyə özümə məsləhət, yəni borc bilirəm və sizə
sizə məsləhət görürəm ki, Bakını bu şərtlərlə qalanı təslim edəsiniz. General-mayor Zavalişinin şərtlərini yəni qəbul edin, yoxsa bir daha sizə söz verirəm ki, Bakını Gəncənin aqibəti gözləyir. Bax, bu aqibətdən qorxub çəkinməniz gərəkdir.